Baxın, insan əgər məşq eləməsə, 100 kilonu qaldıramaz. Arzu ilə olmaz, istəklə olmaz. Mən gölüm belə istəyir, qurban olum Allah. Bunlardan iman, mənəviyyət baş tutmaz. İnsan gərək mənəviyyətlə, ibadətlə, ruhuna qida verməklə, ruhunu da məşq elətdirə. Necə bədən məşq olunur, hazırlanır o idmana, ruh da məşq olunmalıdır. Ruhun məşqi də təqvə iləndir və riyazət iləndir. Əmirül-Möminin buyurur ki, "Nəmahiyə nəfsi əruzuha bit-təqva." Bu mənim nəfsimdir. Yəni məndə də nəfsi var, insandır, insanda ağlı da var, nəfsi də var. Amma mən buna məşq elətdirmişəm. Riyaziyyat, yəni məşq. Mən buna riyaziyyat vermişəm, riyazət vermişəm. Nə ilə riyazət vermişəm? Təqvə ilə. Təqva kontrolü səbəb olubdur, nəfs mənim əlimə gəlsin.